Baxın, Qurani-Kərimdə Peyğəmbər nəslini sevmək barədə ayə. Deməli, Şura surəsinin 23-cü ayəsi. Qul la əsəlukum əleyhi əcra. Ya Peyğəmbər, sənin bu neçə illik zəhmətlərinin müqabilində onlara denən, müsəlmanlara denən, sizdən heç nə istəmirəm. İllə məvəddətə fil qurbə. Təkcə Peyğəmbərin qohumlarını sevməkdən başqa, əqrabasını sevməkdən başqa. Bir daha deyə bilərsiniz həmin surəni? Bu Şura surəsi 23-cü ayə. Qurani-Kərimdə Şura surəsi 42-ci surə. Açıram, baxın. 23-cü ayə. Bəli. Bu mən tam bitirib, Buyurun. Yəni siz dəlil istədiniz ona görə. Şura surəsi 23-cü ayə Allah buyurur ki, Qul əsəlukum ya Peyğəmbər, bu 23 illik əziyyətinin müqabilində onlardan heç nə istəmirəm. Təkcə sənin Peyğəmbərin qohum əqrabasına sevgidən başqa, açıq-aşkar məhəbbətdən gedir. Bu bir. Kimisi? Birinci dəqiqə. Bəli. Ərəbcəsini oxuyuram orada. Deyir ki, Qul, deyir ki, la əsəlukum əleyhi əcran illə məvəddətə fil qurbə. Məvəddətə fil qurbə. Məvəddətə fil qurbə. Qurbə sözü ərəb dilində bu gün Azərbaycan dilində də işlədirik. Məsələn, qurba. Qurba yaxınlıq deməkdir. Allaha yaxınlıqla bağlıdır. Yoxsa qohum əqraba deyil. Bu verilən səhv tərcümələrin nəticəsidir. Ona görə götürüb xeyr mənim deyil. Bu ərəb dilini biləndə qurba sözü qurba Elçin bəy, bunu sizə deyirəm. Elşad bəy bütün çıxışlarında, son illərin çıxışlarında yalnız Quranı yeganə mənbə kimi göstərir. Halbuki Qurani-Kərim yeganə mənbə olsaydı İslam üçün, onda Qurani-Kərimdə olan bir çox detallar belə deyim də izahsız qalardı. Məsələn, haram aylarda bu işləri görün və ya haram aylarda bu işləri görün. O haram ayların haqqında Qurani-Kərimdə heç bir məlumat yoxdur. Baxın, diqqət edirsiniz. Qurani-Kərimdə bəzi məlumatlar verilib ki, onun izahı Quranda verilmir. Başqa bir kitaba ehtiyac var. Hansı kitaba deyə bilərsiniz? Hansı kitaba ehtiyac var? Deyərəm. Buyurun, deyin. Bizim yeganə mənbə olan Quran, yeganə mənbə Quran deyil, hədislər də mənbədir. Deməli ki, Allah kifayət eləməyib o sözü getirməkdə, ona görə hədislərə mi ehtiyac yaranır? Yox, kifayət eləyib, başqa bir yerdə ayət. Yox, kifayət eləyibsə dediyinizə zid edirsiniz. Kifayət eləməyibsə o zaman Allahın sözünə inkar eləmiş olursunuz. Yox, inkar eləmirəm. Bax, başqa bir ayədə Allah deyir ki, bilmədiklərinizi zikr əhlindən soruşun. Zikr əhli kimdir bə? Səl əhlə zikrə deyir ərəbcəsində. Zikr əhli kimdir bə? Səl əhlə zikrə deyir ərəbcəsində. Səl əhlə zikrə deyir ərəbcəsində. Elçin bəy, orada biraz əvvəl deyildi, məsələn ki, 42-ci surənin ki, məsələn deyəndə Şura surəsinin 23-cü ayəsində ki, qohum əqrabadır, mən dedim yox. Məsələn, bu sahənin ömür boyu 30 cildlik təfsirini yazan 23 cildlik. Bu sahənin ömür boyu 30 cildlik təfsirini yazan 23 cildlik. Bu sahənin ömür boyu 30 cildlik təfsirini yazan 23 cildlik. Ərəb dilini mükəmməl bilən Professor Doktor Bayraqdar Bayraqlının tərcüməsini oxuyum icazənizə. Deyir orada, deyir ki, mən buna qarşılıq sizdən bir əvəz istəmirəm, ancaq Allaha yaxınlaşdıran sevgini istəyirəm. Burada qohum əqrabadan danışırmı? Məsələn, deyirik ki, mən səhv tərcümə elədim. Buyurun, bir dənə də tərcümə sizə əlavə. Hələn bunu artıra bilərəm, bir 10 dənə də belə tərcümə verə bilərəm. Muhammed Əsədi verə bilərəm, başqa Professor Mehmet Okuyanı verə bilərəm. Yəni, deyəndə bir şey... Siz kimin tərcümələrini verə bilərsiniz, məsələn? Bəli. Məsələn, bizim Azərbaycanlı həm müfəssirdir, təkcə tərcüməçi deyil, müfəssir Ayətullah Təbatəbai. Təriqət məsələsinə toxunmayaq. Təriqətə girdi də, Təbatəbai təriqət. Bilmirəm, mən... İranın Ayətullahdırsa İrandandır da. Hə, gəl təriqət məsələsinə toxunmayaq. Bu, yəni din daha ucadadır. Deyil. Necə deyil, məsəb deyil. Hər hansı bir təriqət nümayəndəsidir. Xeyr, bu təriqət nümayəndəsi deyil. Görürsünüz, bilmədən danışırsınız və böhtan atırsınız. Adam heç bir təriqət nümayəndəsi deyil, Quran-Kərimin 22-ci surənin 78-ci ayəsindən görə özünü müsəlman adlandıran bir professordur. Təfsir professorudur. Təriqətin davamçısıdır. Xeyr, o bir namaz olursa hər hansı bir təriqət... Fazıl mənim, gəlin, xahiş edirəm, dönə-dönə xahiş edirəm. Bu təriqət məsələsi bizi, hamımızı zəiflədən və bizi düşmən də qarşısında, yəni mən təkcə düşmən vacib deyil, silahlı olsun, söz düşmənləri qarşısında da bizi aciz Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi-t-tahirin. Və la'nu daimu ala a'daihim ecma'in. Bu günlər İmam Sadiqin aleyhisselam 6-cı imamımız İmam Sadiqin aleyhisselam şəhadət günləridir. Bu günlər münasibəti ilə başda İmam Zaman Accələllahu Teala fərəcəhu şərif olmaqla bütün əhl-i beyt sevərlərə təsliyyət deyirik. Allah Azza və Cəllə bizi dünya və axirətdə Quran və əhl-i beytdən aleyhimussalam ayrı salmasın. İlahi amin. İnternet kanallarının birində bir hədis inkarçısının, məhşur olan bir hədis inkarçısının bəzi fikirləri qarşıma çıxdı. Daha doğrusu, bəzi fırıldaqları qarşıma çıxdı. Adam təbii ki, hətta öz keçmiş dostları olan vəhabilər tərəfindən rədd edilir, bisavad olduğu etiraf edilir və hətta özünü onun ustadı hesab eləyən vəhabilərdən biri hətta deyir ki, mən ona dərs demişəm, bunun ərəbcədə savadı yoxdur, Quran-ı Kərimdə oxuya bilmir və Quran-ı Kərimi dəfələrlə səhv oxuduğu da üzə çıxıb. Və hətta həmin verilişdə də, bu yaxınlarda çəkilmiş bir verilişdir, orada da təbii ki, Quran-ı Kərim ayələrini yanlış oxuyur. Deməli,
debat deyək buna və yaxud necəsə adına hər nə qoyursunuz qoyun, çox ədalətsiz bir şəkildə keçdi. Təbii ki, mən onun bir hissəsinə baxdım və baxdığım qədəri, baxdığım miqdarda bir neçə fırıldaqlarını gördüm ki, o barədə istəyirəm danışım. İnşallah Teala növbəti hissəsinə də baxandan sonra o barədə də inşallah Teala qeyd edəcəyəm. Deməli, baxdığım hissə hansı hissədir, hara qədər baxdım? Şura surəsi 23-cü ayə haqqında bəhs gedir. Həmin baxdığım hissənin sonunda da Əllamə Təbətəbaidən rahmehullah bir stat gətiriləndə, adı çəkiləndə ki, ayənin təfsirində o belə deyir, aparıcı da başda olmaqla bir hayküy qopur ki, bu təriqət alimidir, Ayətullahdısa İranlıdır, şiədir, təriqətçidir, qəbul edilmir və s. Bilmirəm, günah eləmirəm ki, bunlar qabaqcadan planlaşdırılmış bir məsələ idi, yoxsa yox. Hər bir halda ədalətsizlik oldu və qeyd edəcəm niyə görə. Deməli, bu hədis inkarçısı Şura surəsi 23-cü ayə haqqında danışanda görün nə fırıldaqlar meydana çıxardır. Və elə bilir ki, bunun fırıldaqlarını indi heç kəs tutmayacaq və qeyd etməyəcək. Şura surəsi 23-cü ayədə Allah Azza və Cəllə buyurur: Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul la əsəlukum aleyhi əcran illəl məvəddətə fil qurba. Sadaqallahul aliyyul azim. Ey Peyğəmbər, de ki, mən bu risalətimin müqabilində sizdən qohum-əqrəbəmə, əhl-i beytimə, yaxınlarıma aleyhimussalam məhəbbətdən başqa heç bir şey istəmirəm. Bu ayə təbii ki, hədis inkarçıları tərəfindən yaxınlarıma məhəbbət kimi yox, necə ki, elə hədis inkarçısı da qeyd elədi, yaxınlıq mənasında götürüblər qurba, əl-qurbə sözünü orada, yəni Allaha yaxınlıq istəyirəm mənasına götürüb tərcümə ediblər və onun orada meydana çıxartdığı fırıldaqlar nədən ibarətdir? Birincisi bundan ibarətdir ki, ona sual verilir ki, Qur'an-ı Kərim yeganə mənbə sayılırsa, onda buyur 4 haram ay hansı aylarda onu izah elə. Elşad bəy bütün çıxışlarında, son illərin çıxışlarında yalnız Quranı yeganə mənbə kimi göstərir. Halbuki Quran-ı Kərim yeganə mənbə olsaydı İslam üçün, onda Quran-ı Kərimdə olan bir çox detallar belə deyim də izahsız qalardı. Məsələn, haram aylarda bu işləri görün və ya haram aylarda bu işləri görün. O haram ayların haqqında Quran-ı Kərimdə heç bir məlumat yoxdur. Baxın, diqqət edirsiniz, Quran-ı Kərimdə bəzi məlumatlar verilib ki, onun izahı Quranda verilmir. Başqa bir kitaba ehtiyac var. Hansı kitaba deyə bilərsiniz, hansı kitaba ehtiyac var? Deyərəm. Buyurun, deyin. Bizim yeganə mənbə olan Quran, yeganə mənbə Quran deyil, hədislər də mənbədir. Deməli ki, Allah kifayət eləməyib o sözü getirməkdə, ona görə hədislərə mi ehtiyac yaranır? Yox, kifayət eləyib, başqa bir yerdə ayət. Yox, kifayət eləyibsə dediyinizə zidd gedirsiniz. Kifayət eləməyibsə o zaman Allahın sözünə inkar eləmiş olursunuz. Sən ki, Quran-ı Kərimdən kənara çıxmırsan, buyur 4 haram ay Quran-ı Kərimdə bildirilən aylar hansılardır? Və o da suala cavab vermək əvəzinə məharətlə dırnaq arası yayındı, sualla cavab verdi. Bəs hansı kitabda mövcuddur? Hansı kitab bunu izah edir? Deyin görək, sənə nə dəxli var hansı kitabda? Heç bir kitabda yoxdur, fərz elə. Sən demirsən, Qur'an-ı Kərimdə hər şey müfəssəl şəkildə var. Buyur sən və sənin ağlında olan insanlar bu 4 ayın hansı aylar olduğunu izah etsinlər Qur'an-ı Kərimə əsaslanaraq. Və onlarla, yüzlərlə bəlkə belə suallar vermək olar Qur'an-ı Kərimdən. Namazı necə qılırsan, orucu necə tutursan, orucu nələri batil edir, nə vaxtdan nə vaxta qədər tutursan, necə təyin eləmisən bunu, həc ziyarəti və s. məsələlər, nə qədər suallar. Buyur bunları Qur'an-ı Kərimlə cavabla. Sənə nə dəxli var ki, hansı kitabda qeyd olunub? Sən heç bir kitabı onsuz da qəbul eləmirsən, hədis olsun, təfsir olsun. Buyur onda Qur'an-ı Kərimdə bizə göstərə görə hansı aylardır. O isə özünü ağıllı hesab edib, fırıldaq gəldi və məsələdən yayındı. Aparıcı da onun üzərində təkid eləmədi ki, buyur bu suala cavab ver. Bu bir fırıldaq idi. İkinci məsələ, Quran-ı Kərimdəki əl-qurbə sözünü Allaha yaxınlıq kimi tərcümə elədi və bir neçə Quran tərcüməçisinin adını çəkdi. Məsələn, bu sahənin ömür boyu 30 cildlik təfsirini yazan 23 cildlik ərəb. Bu sahənin ömür boyu 30 cildlik təfsirini yazan 23 cildlik ərəb. Bu sahənin ömür boyu 30 cildlik təfsirini yazan 23 cildlik ərəb dilini mükəmməl bilən professor doktor Bayraqdar Bayraqlının tərcüməsini oxuyum icazənizə. Deyir orada, deyir ki, mən buna qarşılıq sizdən bir əvəz istəmirəm, ancaq Allaha yaxınlaşdıran sevgini istəyirəm. Burada qohum-əqrəbadan danışırmı? Məsələn, deyir ki, mən səhv tərcümə elədim. Buyurun bir dənə də tərcümə sizə əlavə. Hələn bunu artıra bilərəm, bir 10 dənə də belə tərcümə verə bilərəm.
Muhammed Əsədi verə bilərəm, başqa professor Mehmet Okuyanı verə bilərəm. Yəni deyəndə bir şey keçirəm. Türkiyədə bununla eyni əqidədə olan insanlar var. Məhməd Oxuyan, Bayraqdarlı və bunun kimi insanlar ki, onlar da hədis inkarçılarıdırlar. Siz adicə YouTube-a baxsanız, bu insanların Quran yetmirmi, Quran bəs etmirmi məzmunlu çıxışları var. Hamı tanıyır onları. Niyə görə sən fırıldaq gəlirsən insanlara, ərəbşünas adı ilə ancaq səninlə eyni əqidədə olanların misallarını və tərcümələrini gətirirsən? Biz bilirik ki, sən özündən istədirmirsən. Onlar nə deyirlər, sən də onların dediklərini Azərbaycan versiyası ilə cəmaata çatdırırsan. Niyə məhz ancaq onların dediklərini? Yəni, bu onun fırıldağıdır. Ki, bilir ki, onlar bu cür tərcümə ediblər, oxuyur və bilir və zaten onların yolunu gedir və onlardan misal gətirir. Bu ikinci fırıldağıdır. Üçüncü fırıldağından ibarətdir. Şiyə qardaşımız orada Əllamə Təbətəbaydən rəhməhullah misal gətirir, nümunə verir ki, orada Əl-Qurbə sözü Əhl-i Beyt, Peyğəmbərin yaxınları, qohumları aleyhissalam mənasında götürülüb, o cür təfsir edilib. Bu isə bir haşivən saldı oradakı Şiədir, Şiə təriqətindəndir, Ayətullahsa İranlıdır, İranlısa Şiə təriqətidir və s. Aparıcı da qoşuldu ona və məsələni bağladılar, söhbəti orada bağladılar. Məsələn, bizim Azərbaycanlı həm müfəssirdir, təkcə tərcüməçi deyil, müfəssir Ayətullah Təbətəbai. Təriqət məsələsinə toxunmayaq. Təriqətə girdi də, Təbətəbai təriqət. Bilmirəm. İranın Ayətullahdırsa İrandandır da. Gəl təriqət məsələsinə toxunmayaq. Bu, yəni din daha ucadadır. Deyil. Necə deyil, məzhəb deyil. Hər hansı bir təriqət nümayəndəsidir. Xeyr, bu təriqət nümayəndəsi deyil. Görürsünüz, bilmədən danışırsınız və böhtan atırsınız. Adam heç bir təriqət nümayəndəsi deyil, Quran-ı Kərimin 22-ci surənin 78-ci ayəsindən görə özünü müsəlman adlandıran bir professordur. Təfsir professorudur. Təriqətin davamçısıdır. Xeyr, o bir namaz qılsa hər hansı bir təriqət. Fazıl mənim, gəlin, xahiş edirəm, dönə-dönə xahiş edirəm. Bu təriqət məsələsi bizi, hamımızı zəiflədən. Baxın, fırıldaq nədən ibarətdir? Niyə görə səninlə eyni əqidədə olan insanlardan misal gətirməyin təriqətçilik sayılmır? Onlar da bir təriqət tutublar da özlərini. Təriqət nədir? Məzhəb nədir? Gedilən yol. Onların da yolu, üslubu budur ki, ancaq Quranla gedirik. Sizə də Quranı deyirlər də. Əlbəttə bu söz yanlış sözdür. Quranı öz ağlınızla ölçürsünüz. Amma hər bir halda Quranilər, Qurancılar deyirlər. Hədis inkarçıları deyirlər. Yəni bu da sənin təriqətində məzhəbindir. Biz dəfələrlə demişik. Onlara sual verin. Peyğəmbərdən sonra hansı xəlifəni sən xəlifə kimi qəbul edirsən? Namazı əli bağlı mı qılırsan, əli açıq mı qılırsan? Orucu necə tutursan? Qədr-xuma hissəsini qəbul edirsənmi? Dəstəmazı necə alırsan? Və sair məsələlər ki, Şiə sünnə arasında ixtilaflıdır. Bu məsələlərdən onlara sual versəniz, verdikləri cavabları toplayın, o da onların təriqəti və məzhəbidir. Vəssalam, yəni siz özünüzü niyə kənara çəkirsiniz ki, biz məzhəb sahibi deyilik? Biz, güya orada deyir, güya o Türkiyədə adını çəkdikləri o hədis inkarçıları güya Quran-ı Kərimdə buyurulan müsəlman hesab edirlər özlərini. Biz özümüzü nə hesab edirik ki? Biz şiələr məgər özümüzü Məsihi, Nəsrani hesab edirik. Biz də özümüzü həmin Qurandakı müsəlman hesab edirik. Vəssalam. Niyə mənim alimin dediyi söz təriqət sözü olur? Amma sənin alimin dediyi söz təriqət sözü olmamalıdır. Bu cür fırıldaq elədilər, bəhsdən qaçdılar və əlhəmdülillah özlərini rüsva etdilər əslində. Və növbəti bir fırıldağı nədən ibarət idi? Ondan ibarətdir ki, özü də qeyd edir ki, Azərbaycanın ən tanınmış, məşhur ərəbşünası Vasif Məmmədəliyevin adını çəkir. Bir də bizim Azərbaycanın ən böyük, tanınmış, Allah rəhmət eləsin, ərəbşünası Vasif Məmmədəliyevin müəllimi olan müəllimin adını Ələsgər Məmmədovun özündən şəxsən dərslər almışam. Və onun ustadı deyir, mənə dərs deyib. Elə həmin Vasif Məmmədəliyev özü Quran-ı Kərimin tərcüməsində həmin ayədə Əl-Qurbə sözünü Əhl-i Beyt kimi məna eləyiblər. Mən əlbəttə bu sözün bu ayənin üstünə durmuram. Bunlar ümumiyyətlə Quran-ı Kərimin təfsirini, hədisi qəbul etmirlər və öz ağıllarına uyğun olaraq başlayırlar Quran-ı Kərimə məna verməyə. Və növbəti fırıldağı nədən ibarətdir? Növbəti fırıldağı bundan ibarətdir ki, Quran-ı Kərimdə həmin ayədə Allah sözü keçmədiyi halda ayəni belə tərcümə edirlər. Allaha yaxınlıq istəyirəm. Ərəbcəsini oxuyuram orada. Deyir ki, qul, deyir ki, la əsəlukum aleyhi əcran illə məvəddətə fil qurbə. Məvəddətə fil qurbə. Məvəddətə fil qurbə. Qurbə sözü ərəb dilində, bugün Azərbaycan dilində də işlədirik, məsələn, qurbə. Qurbə yaxınlıq deməkdir. Allaha yaxınlıqla bağlıdır, yoxsa qohum əqrəba deyil. Bu verilən səhv tərcümələrin nəticəsidir. Hardan çıxartın Allah sözünü oradan? Əgər əl-qurbə sözündəki əl
artikl, əliflam və s. və başqa məsələlərdən ayədəki başqa nədənsə çıxartdığını zənn edirsənsə, orada nəyə isnad etmisən? Quran-ı Kərimə mi isnad etmisən? Mütləq etmisən, hər hansısa bir təfsirə müraciət eləmirsən, hər hansısa bir qrammatika kitabına, lüğət kitabına müraciət etmisən və həmin qərara gəlmirsən. Və ümumiyyətlə siz Quranı nə adla, nə üzlə qəbul edirsiniz? Hansı meyarlarla Quran-ı Kərimin Allah tərəfindən olduğunu qəbul edirsiniz? Bir halda ki, bütün hədisləri inkar edirsiniz. Bu suala cavab vermək lazımdır. Və növbəti fırıldağı nədən ibarətdir? Bir yandan orada sual verir ki, Allah yetmədimi ki, siz başqa kitablara gedirsiniz, hədisə ehtiyac meydana çıxsın? Bizim yeganə mənbə olan Quran, yeganə mənbə Quran deyil, hədislər də mənbədir. Deməli ki, Allah kifayət eləməyib o sözü yetirməkdə, ona görə hədislərə mi ehtiyac yaranır? Bunu deyən adam digər tərəfdən özü etiraf edir. Allah bu batil firqəni öz dili ilə rüsva edir. Özü etiraf edir, deyir ki, filan professor 25 cildlik bir dənə Quran təfsiri yazıb, 23 cildlik Quran təfsiri yazıb. Yaxşı, onda Quran yetmədimi ki, 23 cildlik ona təfsir yazırsınız? Bu sahənin ömür boyu 30 cildlik təfsirini yazan 23 cildlik ərəb. Bu sahənin ömür boyu 30 cildlik təfsirini yazan 23 cildlik ərəb. Bu sahənin ömür boyu 30 cildlik təfsirini yazan 23 cildlik ərəb dilini mükəmməl bilən professor doktor Bayraqdar Bayraqlının tərcüməsini oxuyum icazənizə. Niyə başqa təfsirləri qəbul etmirsiniz? Niyə Əhl-i Sünnənin bu qədər təfsirlərini qəbul etmirsiniz? Niyə Şiələrin bu qədər təfsirlərini qəbul etmirsiniz? Onlar da ərəbdilər, ərəb dilciyinə bələd insanlardılar və təfsir mütəxəssisləridirlər. Gedirsiniz müasir dövrdə özünüzə sərf eləyən Türkiyədə professor, doktor adlandırdığınız insanların dediklərini qəbul edirsiniz. Yəni bu fırıldaqlar əlhəmdülillah yaxşı oldu ki, elə üzə çıxdı və əslində özlərini rüsva etdilər o insanlar. Haqq ədalətlə gedə bilmədilər, dürüst davam edə bilmədilər və başladılar nə etməyə? Fırıldağa, əl atmağa. Təbii ki, həmin bəhsdə iki yerdə də Quran-ı Kərim ayəsini oxuyarkən səhv etdi. Biri hələ Şura surəsi 23-cü ayədir. Əl-mavaddətə fil-qurbə sözünü bu mavaddətə fil-qurbə oxuyur. Əlifləmsiz. Ərəbcəsini oxuyuram orada. Deyir ki, qul, deyir ki, la əsəlukum aleyhi əcran illə mavaddətə fil-qurbə. Mavaddətə fil-qurbə. Mavaddətə fil-qurbə. İkincisi də fəsəlu əhlə zikri ayəsini fəsəlu əvəzinə səl oxuyur. Fəni də oxumur. Bir də fəsəlu əvəzinə səl oxuyur. Təkdə oxuyur. Yəni sən soruş. Və əhlə zikr sözünü də zikr sözü mudafun ileyhdir, məcrur oxunmalıdır. Orada mənsub oxuyur, əhlə zikra oxuyur. Başqa bir ayda Allah deyir ki, bilmədiklərinizi zikr əhlindən soruşun. Zikr əhli kimdir bə? Səl əhlə zikr deyir ərəbcəsində. Zikr əhli kimdir bə? Səl əhlə zikr deyir ərəbcəsində. Səl əhlə zikr deyir ərəbcəsində. Və bununla da bir daha özünün bisavad olduğunu əlhəmdülillah göstərir. Və inşallah Teala növbəti hissələrinə də baxdıqca o barədə də danışacağıq. Velhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.